Artıq Qurbanlı Millətmə 1 yaşını tamamlayıb. Bəli, 2025-ci ilin yanvarın 4-də Qurbanlı Millətmənin 1-ci bölümünü paylaşmışdım və ondan sonra kanalımız partlamağa başlamışdı dostum. Bu gün 1 illiyinə özəl Qurbanlı Millətmənin yeni bir bölümü ilə qarşınızdayım. Düzdür, bu gün artıq 10 gün falan keçib yanvarın 4-də, amma olsun da. Görək bu səfər yenə Azərbaycanda nə tipdə videolar var? Azərbaycan TikTokunda, trendlərdə nə tipdə videolar varmış? Getdik. Bu arada inşallah Troll Cəza adına çox maraqlı bir video çəkmişik. İzləmişsiniz, burada linkdən baxa bilərsiniz. Həqiqətən də çox maraqlıdır. Kişilər balıqla şəkil çəkdirəndə. Kişilər yoldaşları şəkil çəksin. Gülmürlər, onu demək çalışırlar. Çünki qardaşım, qardaş nədir? Qıza qardaşım demək. Çünki sən onu məcbur çəkdirirsən şəkli. Kişilər normalda şəkil çəkdirməzlər. Bəlkə də çox vacib bir şey olanda şəkil çəkdirərlər. Buradakı belə şeylər ola bunun qabağında. Bu nədir la? Mən Üstüne pes okul koy. Xəlilov Rəhman Yaşaroğlu. Ha. Avtoritet Vodafone 1000 manatlıq bütün işlərə gedə bilirəm. 1000 manatlıq bütün işlərə gedə bilərəm. Deyir deyə 500 manata şeydir, söhbətlərə gedirəm. Deyirsən səhvsənsə acaba sən düz çıxardıram falan deyir deyə. Bu da ondandır deyəsən. Bu arada ustaya ehtiyac yoxdur, mən düzəldirəm deyəndən sonra tam nədir təmin. Zordur da, Allah keçsən işıq yandırıb söndürmə yerinə də suyu açırsan. Bu arada qızın adı Fidan Fərəz imiş. Fidan Faraj. Yəqin soyadı Fərəz oldu yəqin o görə. Ad günün mübarək. Qayğıma hər zaman anam tək qalan. Sıxıntım olanda halıma yanan. Məni unutmayın, yadına salan. Nənə deyir ki, qutarsa gəlib yatardım ya. Məncə nənə pensiyasını təzə alıb o görə yaltaqlanır. Hərbçilər həyatı sizin bildiyiniz qədər asan deyil tibb bacıları. Durduq yerə niyə tibb bacılara söz atdı la? Emon, limon o yanmadı. İşte lapa mahnı yadınızda. Ay dur. Ardın bilirsiniz diyesen. Bu ne? O benim olmalıdır hamı bilsin. Vermələm yadanlara yarımı mən. O benim olmalıdır hamı bilsin. Xahiş edirəm, mən bilmək istəmirəm, mən seç məndən. Yaxşı adam qeyləs. Qaş qara, kiprik qara, baxdıma gözəl yara. Mən baxdıma baxmadı, qəlbimə vurdu yara. Gözəlsən, haralısan, Naxçıvan. Yaxşı, xalam qəşəng mahnı oxuyur, ona bir dənə söz demir. Prosta əldəki mikrofondan çıxırıb səs, yoxsa başqa yerdən çıxır, o mən çatmadı. Tamam, mən şəkilimi Targovda şirin bir oğlandan yayına qoyarsınız da, dəst olsun. Salam, mənim şəklimi Targovuda Zaten oxuyurmuşam, mən niyə əzət seçib oxudum, o qədər şey. şirin bir oğlanla Düz oxumadın, sən oxudun, bütün hamısı. düzəldində, əlində gül olsun, geyimlərimizdə dəst olsun. Bunun montaj olduğunu sanmıram. Kəndimizin radarları. Ağız, Bakıya edənlərdəndir Tova Bakı. Kimi qız qəbul oldu? Az universitetdə nədir ona? Rüqüvyə? Yox. Az Rüvabə. Ayda eynisini sən öldürəm, eynisini. Ay mən qız deyiləm, hələ mən qız deyiləm. Onunla belə yolda keçəndə 360 dərəcə kamera ilə baxırlar bizə. Deyirəm ki, mən Rübabə qəbul olum, nə danışırlar danışsınlar. Vallahi da yəni sən qəbul olunsa nə lazımdır, orada nə danışır danışsınlar. Mama mənə zəng eləyir durma da. Mən hər şeyi özüm yaxşı bilirəm. Mama, alo, mama. Mama, alo, mama, mama, alo, mama, alo. İndi söhbət mamasına zəng gəlmir. Gəlib çatışıbdan yazırlar. Bu nə saçdan? Ay Allah, sən ollamayın. Bu da tüytüdə nə düşür burada? Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bizim çay setimizdir, qonaqlarımız var. Deməli, bax, çay setinə daxildir rulet, alpingot, sneggis, ləpə, çay limonla 15 manat. Apar qızı. Zor da, Allah gedirəm. Çay setinə getmək istədiyin dostlarınızı göndərin. Gedib orada sneggis yemək istəyirəm. Bundan ağrıdan ha? 7-24 üçgən İlyasın kafesi. Siz dəvət eləyəm dostlar. Bütün zordur. Bir dənə dadı var bütünün, həqiqətən dostlar. Bütünün adı mən də istədim. Sən öyle deyirəm. Ay bunun bir dənə videosunu görmüşdüm Telegramda. Ay zibilə qalsın. Ondan sonra bu qəşə normal baxa bilmirəm. Sən öyle deyirəm. Mədinə xanım bax, limon çeyilikləri bax, ondan düzəltmişik. Aferin mənim qızıma, tatlıdır. Buna qarşı. Hə. Ay zibilə qalsın. Abi bu var ha, videolarımız o qədər uzun müddət çıxmırdı ki, deyirdim ki, harda qaldı? Da başa düşürsən ya, darıxmışam. Ay, mən nə bilim sən hardasa başqın, sən bax da nə? Plaşımı da vermə, axşam gələndə su idi o. Qurusun deyin atmışam. Bu nə qəşəkdir? Sən almışsan. Bu nədir? Sport peçenik. Dedim, axşam oyuna çay içəcəksən, sən yemək yeməksən. Yeyərsən, yaxşı.
Hə, yaxşı. Bu videoda bir dənə məqsəd var isə onu yorumlara yazın. Beləcə deyəsən yorumlar boş qalacaq. Mənim də diploma şəkli olsun istiyorum. Bundan sonra elektrondur. Yapıştırım olsun istiyorum. Ben de tarayayım. Limonla yapıştırayım istiyorum. Eynən, diplom. Ya, nə işə yarayır? Düz tutmuşam ola. Ha, belə tutanda düz oxunur. Prosta indi siz videonu əsl görürsünüz deyə səhv görürsünüz. Diplom. Təbrik edirəm. Hə, nə oldu ki diplom? Aldıq hə, nə oldu şimdi? Mən sizə qiymətlərimi oxuyum inşallah. Bəlkə belə bir dənə video seçib diplomdakı qiymətlərimi oxuyuram. Fərəc Əzov Viqar Azərbaycan Texniki Universiteti. Qiymətlərimi oxuyuram uşaqlar. Balə, gör neçədən var? 39 dənə burada, 39 dənə fən var. Bax 5 dənə oxuyacağam, qalanın 5-ini nə vaxt oxuyaram. Birinci Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 95 bal. Xarici dildə işgüzar və akademik kommunikasiya 92 bal. Diskret riyaziyyat 81 bal. Kompüter mühəndisliyi əsasları 94 bal. Proqramlaşdırma əsasları 73 bal. O vaxt proqramlaşdırmaya altın qoymuşdum. Kafam basmırdı o vaxt proqramlaşdırmaya. İndi olsa bilsəm nələr eləyərdim orada. Nəysə uşaqlar, onun hamısını belə bir dənə videoda oxumağımı istəyirsinizsə yorumlara yazın. Diplom odur da yəni, diplom nə oldu ki? Elektron oldu olmadı. Nə işə yarayır şu gün? Uzbül. Yaşa. Uzbül. Qaqaş özündə manual edit eləyir. Allah belə şey bacarıq kimdə var da yəni. Deyirəm ki, hamı xarici dildə yazsa, xaricilər itəliyət keçsin. Bunu bilməyən oldam deməsin. Çox tanış gəlir. Adını çıxara bilmirəm. Mənim adım çox tanış gəlir. Çox tanış gəlir. Prosta adını çıxara bilmirəm. Görüntüsü belə qabağıma, gözümün qabağına gəlir. Prosta valla bilən varsa yazsın yorumlara. Ay zibil nə idi la bu? Aha, heç nə. Qəşəng hamsterlər. Yemək masasında atamın durduq yerə verdiyi sualın minimum rahatçılıq. İngilisinin qaşığı nədir? Abi İlkin Xəlilin videosu. Hadi o video mən reaksiya videosu sevmişdim. Yorumlarda yazmışlar spoon deyirlər. Qardaş bildir işte, o qədər də yox da. Petuk gel buraya Petuk. Mən bir də şortuk geyinməyəcəm. Ay bu ki şort giyinen sabah kestirer Ay Lan şortla parka gedərlər, şortla parka gedərlər. Arkadaş şöyle şort giyiyor. Azərbaycanda oğlan olmaq asandır. O sadəcə şort giyindiyinə görə başına gələnlər. Bura bax, adamın skeletini göstər, bura bax. Mənim skeletimdir bu. Bura bax. Nə gündə də bu qısa bu. Bunu atmaq yoxdur ki orada. Skeletin Tanışdılar bunlar. üzrə bir ət yoxdur. Qıza- Qızı yaxamıza bunu göstərəm, hep yabırçılıqdır. Mənə bax, onu bax ürək cəyər onu, böyrə yaza yoxdur ki. Bunlar da hamısı sürtümüydü ki o. Evin yoxsun, bunu da çıxartdılar. Gör nə qədər. Abi düz qəbələ ilə. Düzəm də bundan kravatı danışır ki o ağzını. O zaman xolay səbləşdi, böyle random sözlər atır. Başa düşə bilmirəm də sən. Pomidor olub 4 manat, xiyar olub 4 Vallahi. manat. Çəmən alan yoxdur. Vallahi. Qoz alan yoxdur. Vallahi. İndi bilmirəm məndən alver eləyən yoxdur, yoxsa səmən alan yoxdur. Gəlin Messi alver eləyin. Dala görsən yazıq uşaqdır, kasıb uşaqdır. Gəlin dəstək olun da la. Gəlin toyda xəbər yox deyəsən. Gəlin deyəsən evlərindən sonra başına gələcəklərdən xəbər var. Buna görə də xoşbəxt deyil. Mənim haqqıma girib Bu da çoxdan da yox idi. La bu video deyəsən nostaljik olur. Deyəsən köhnələrdən var bu gün. bütün günü haqqımda iyrənc danışanlar, Aha. mənə pis nəfis verib gözü məni götürməyənlər. Unutmayın ki, bir yetimin, bir də ki uzun saçlının ahı heç vaxt gecikmir. Qısasasların ahında lag var ki, başa düşməm. Qısasasların ahı gecikir. Gəl şu mahtayadan çıxdı. Ah lelele ah le. Deyirəm ki, buna güncəlləmə gəlmədi. Vallahi deyirəm, bir il əvvəl də bu tipdə video çəkirdi, indi bu tipdə video çəkir. Əsas baxanda bir il əvvəl də mən belə videolar çəkirəm, indi də belə videolar çəkirəm. Məşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdu ki, saat 11-in yarısı bu videonu çəkirəm. Yüzüblə qalsın. Nəsib yuxarıda yatıb bu dəqiqə. İndi gəlib deyəcəksiniz ki, qardaşım, bəsdir, imkan ver yataq da. Nəysə bu videoya bir dənə like atıb yorum yazmağı da unutmayın. Kanalın nə vəziyyətdə olduğunu görürsüz təəssüf ki, dirsətməyə çalışıram. Hələ də ki, heç eləmiş deyiləm, eləməyəcəm də. Bəlkə eləyə bilərəm də, varsa bilmirəm. Nəysə, dəstək üçün dediklərimi eləməyi unutmayın deyirəm və bu videomu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə. Sağ olun.